Bismillahirrahmanirrahim. Ya Rəbbəl aləmin. Bu mübarək cümə gününün fəzilətinə and veririk. Qıldığımız namazları, oxuduğumuz Qur'anı və sənə yönələn bütün dualarımızı qəbul eylə. İlahi, bizə əvvəldən axıra bütün günahlarımızdan təmizlənmək üçün səmimi tövbə nəsib et. Səhv və xətalarımızı öz sonsuz rəhmətinlə bağışla. Ya Rəhman, həyatımızı sağlamlıq, hüzur və xoşbəxtliklə doldur. Evlərimizə bol ruzi və halal bərəkət göndər. Bizi başqalarına möhtac etmə. Ehtiyaclarımızı öz dərgahından qarşıla. Çətinlik çəkən, dara düşən, xəstə yatan qullarına şəfa və asanlıq nəsib eylə. Qəlblərimizə iman nuru, ruhlarımıza əmin-amanlıq bəxş et. Bizi fitnələrdən, bəlalardan, gözlənilməz müsibətlərdən qoru. Ömrümüzün sonunu cənnət və sənin razılığınla nəticələndir. Peyğəmbərimizə sallallahu aleyhi və səlləm bol salavat göndərməyi bizə vərdiş halına gətir. Amin, ya Ərhəmər Rahimin.